Hər kəsə salamlar. Mən bu gün sizlərlə birlikdə vloq çəkirəm. Bu nə vloq olacaq? Bu dərs vloq olacaq. Mən bu gün riyaziyyat yazıram və bunu da vloqlaşdırmaq istədim. Bəli, mən burada riyaziyyat yazıram və bunu dimdən işləyirəm. Riyaziyyat dim. Paralel və perpendikulyardan işləyirəm. Bunun da C variantını. Bunun bəziləri mənim short qısa videolarımda var. Bu C variantını isə vloqlaşdırmaq istədim. Uzun video halında yükləyəcəm. İnşallah siz də videonun sonuna qədər izləyib videodan keyif alarsınız. Bəli, mən elə burada birinci tapşırığı yazıram. Venn diaqramı var burada gördüyünüz kimi. Onu həll edirəm. Yavaş-yavaş da üçüncü tapşırıqlara keçəcəm. Siz də önə verməyin, izləməyi də unutmayın. Uzun videolara hamısını izləyin, önə verməyin, zəhmət olmasa. Videonun biraz o hissəsini tezləşdirdim. Çünki yəni çox uzun olacağı üçün çox da sıxıcı saçmaq istəmədim. Və gördüyünüz kimi burada biraz çox kiçik dağılma oldu. Ancaq yenə də vloqumuza davam edərək. Yəni telefon incə düşdü, amma olsun. Yeni videomuza davam edək. Mən burada artıq 4-cü tapşırığa gəlmişəm və səhifəni çevirmişəm. Və bu C variantı tam 10 sualdan ibarətdir. Əslində bütün deyəsən dimin içi hər bir variant 10 sualdan ibarətdir.